O sirat-ül müstəqim ki, cənnətdə deyilir bir körpüdür, cəhənnəmin üzərindən keçirilir. O körpü elə buradan başlayır, o yol buradan gedir. İnsan bu dünyada əgər düz yol tuta bilərsə, elə orada da neyniyəcək, o yolda düz hərəkət edə biləcək. Ona görə səbbit əqdamənə, bax onu Allahım ayaqlarımızı möhkəm elə, bizə sabit qədəm elə ki, bu yolu keçə bilək, bu yolu gedə bilək, bu yolda hərəkət eləyə bilək. Və bu yolda, belə deyək də, getmək üçün də ihdinəs sıratal müstəqim sıratəl-ləzīnə ənəamtə aleyhim deyir. Bu yol neymət verdiyin kəslərin yoludur. Yəni bu yolda kimlər gedir? Allahın neymət verdiyi kəslər bu yolda hərəkət edirlər və gedirlər. Buyurur ki, neymət verilən kəslər dördür: siddiqlər, nəbilər, salihlər, şahidlər. Və o kəslər Allahın neymət verdiyi kəslərdir və onlar sırat-ül müstəqimdə hərəkət edirlər və siz də onların arxasıcan gedin və onlara rəfiq olun, onlara dost olun ki, gedib həqiqətə